Salam, hörmətli tamaşaçılarımız, xoş gördük. Həftə sonu yenidən sərbəst müzakirə verilişində hər həftə olduğu kimi bugün də yenə gündəmimizdə olan çox mühüm bir məsələni müzakirə eləyəcəyik. Studiyamızın qonaqları var. İlk öncə istəyirəm elə qonaqlarımızı təqdim eləyəm. Sağ tərəfimizdə əyləşən Salam platformasının sədri Ayhan Həsənli, xoş gəlibsiniz. Eyni zamanda platformanın idarə heyətinin üzvü Rabil İsmail, xoş gəlibsiniz bəy. Salamlayırıq hər ikinizi. Bugün tamaşaçılarımıza da məlumat verək. Bildiyiniz kimi artıq bir neçə ildir, səhv etmirəmsə, bir proses başlatmışsınız. Bir çox tamaşaçılarımızın da əlbəttə məlumatı var. Soyadlarımızın sonunda olan rus şəkilçilərinin ləğv edilməsi ilə bağlı təbii vətəndaşların könüllü şəkildə bu məsələ baş verə bilər. Bunları müzakirə edəcəyik. Eyni zamanda da biz bilirik ki, Konstitusiya Məhkəməsinə müraciət olunmuşdu proseslə bağlı. İlk öncə elə istəyirəm ki, son prosesi sizdən alaq, vəziyyəti sizdən alaq. Mən bildiyimə görə bu belə deyək, prosesin qəbul edilməsi üçün 27 minə qədər imza toplanmışdı, parlamentə təqdim olunmuşdu, elə deyilmi? Qısaca əvvəl o prosesi yada salaq, xatırladaq, daha sonra isə son prosesə keçərik. Mən də öz növbəmdə izləyiciləri salamlayıram. Soyad Müqayiət kampaniyası 2020-ci ilin 8 yanvar ayında başladı, 8 yanvar tarixində başladı. Ona qədər isə demək olar ki, icmada həmişə bu məsələ müzakirə olunurdu. Ancaq icmada yox, ümumiyyətlə deyərdim ki, dünyada yaşayan Azərbaycanlılar bir əsrdir ki, bu məsələyi müzakirə edir və nə ki, Sovet İmperiyası, Rus işğalçı siyasəti bizim tarixdə, belə deyək, mədəni və kimliyimizi işğal edib, həmişə bu mövzu gündəmdə olurdu. Biz Salam platforması olaraq, gənclər olaraq bu mövzu 2020-ci ilin 8 yanvarında başladıq ki, Gürcü ictimaiyyəti bu məsələyi başa düşsün, bilsin və bizə qarşı həmrəyliyini göstərsin. Daha sonra isə 2020-ci ildə artıq fərqli qeyri-hökumət təşkilatlarının hüquqşünaslarından, advokatlarından birlikdə qanun layihəsi hazırladıq və başladıq, belə deyək, imza kampaniyası qanun təşəbbüsü üçün 25 min imza lazım idi və biz nəticədə 27 minə yaxın imza topladıq. 45 gün içində Kvemo-Kartlidə, Tiflisdə, eləcə də başqa şəhərlərdə bir çox insan könüllü olaraq bizə dəstək olurdu. Ümumiyyətlə demək olar ki, Azərbaycanlıların geniş miqyaslı iştirak etdiyi bir kampaniya idi və ilk dəfə etnik Azərbaycanlıların qanun layihəsini təşəbbüs etdiyi bir proses idi. Harada ki, 120-yə yaxın gənc, etnik Azərbaycanlı gənc könüllü şəkildə qapı-qapı, kənd-kənd imza toplayırdı və öz milli kimliyini qorumaq üçün, öz milli kimliyini bərpa etmək üçün, eləcə də tarixi ədaləti bərpa etmək üçün bu addım atdı və nəticədə böyük bir iş alındı. Təəssüflər olsun ki, Gürcüstan parlamenti 2020-2024-cü ildə olan çağırış parlament bunu batil elədi. 3800 imzayı batil etdi. Daha sonra isə dedilər ki, biz özümüz qanun irəli sürəcəyik. Argumenti nə gətirdilər batil eləyən? Batil edərkən dedi ki, misal üçün 150 imzada telefon nömrəsi yox idi. Deyir, niyə telefon nömrəsi yoxdur? Ki, vətəndaşın haqqı var ki, onun telefon nömrəsi olmasın. Və yaxud 300-ə yaxın imzada imza fərqli idi. Ya bir hərf idi, ya nöqtə idi və ya hansısa bir simvol idi və hər bir insanın haqqı var ki, onun imzası ona görə unikal olsun. Eləcə də misal üçün ünvanda problem var idi. Yəni 2000-dən çox imzada problem çıxartdılar. 3800 imzada və orada ən geniş 1800 imza bir məsələyə görə problemli idi. Ünvan, hansında ki, misal üçün yazılıb Baydar kəndi, deyir niyə yazılmır Marneuli Baydar kəndi, nəsə küçəsi, amma deyəndə ki, Baydar küçəsi ancaq Marneulidədir. Gürcüstan coğrafiyasında, Gürcüstan ərazisində Baydar kəndi ancaq və ancaq Marneulida var və yaxud Sadaxlı. Yəni, başqa bir yerdə Sadaxlı adında kənd və yaxud küçə yoxdur. Adında ki, Sadaxlı kəndi, bu bəllidir ki, Marneulinin Sadaxlı kəndindədir. Bu tərz argumentlərlə batil saydı. Nə ki, artıq qanun təşəbbüsünün müzakirə etapına keçə bilmədi. Daha sonra təbii ki, biz paraleldə öz işimizi görərək düşündük ki, bu imza atan hər bir şəxsə qarşı haqsızlıqdır və bu məsələyi vəkillərlə birlikdə məhkəməyə apardıq. Paraleldə isə dediyim kimi parlament öz təşəbbüs etdiyi qanunu advokatlaşdırırdı və Bolnis şəhərində görüş keçirmişdi. Harada ki, Papuaşvilinin tamadalığı ilə belə deyək, geniş miqyaslı gəlmişdilər ki, biz Gürcüstanda yaşayan azlıqların, eləcə də Azərbaycanlıların tarixi soyadlarını bərpa edəcəyik. Amma təbii, hamısı orada idi və üstündən 4 il keçib, amma orada bir şey yoxdur.
orada da iki mühüm məsələ var idi, hansı ki, sırf mənim üçün göstərirdi ki, bu parlamentdən çox da qayğıkeş yanaşma deyil. Bir, qanun layihəsində yazılmışdı ki, bu 5 illik bir qanun olacaq ki, bu ideoloji bir mübarizədir və 100 illik işğalın sonunu gətirmək üçün 5 illik qanun yetərli deyil və bu uzun vadeli sərbəst şəkildə olmalı ki, gələcək nəsillər də istədikləri vaxt bunu edə bilsin. İkinci məsələ isə o idi ki, arxivlərdən sənədlər lazım idi və biz dəfələrlə demişdik ki, arxivlərin bir çoxsunda ya sənədlər ümumiyyətlə yoxdur və yaxud da ki, sənədlər artıq ruslaşdırılmış pasportlardan gətirilib, yəni OVF sonuclarındandır. Ona görə də bu qanunun özü effektli bir qanun deyildi, lakin onlar yenə də öz işlərini aparırdı. Məhkəmədə isə birinci instansiyada məhkəmə ancaq 300-ə yaxın imzayı qəbul etdi, bərpa etdi. Digər imzaları bərpa olmadığına görə 25.000 say oturmadı və biz ikinci instansiyaya getdik, apellyasiya məhkəməsinə. Apellyasiya məhkəməsində isə 2 dənə müzakirə keçirildi, harda ki, tərəflər öz fikrini bildirdi, yəni Salam platforması olaraq və Gürcüstan parlamenti olaraq öz fikirlərimizi bildirdik, tərəflərimizi ortaya qoyduq. Daha sonra isə 2023-cü ilin mart ayında artıq 3-cü müzakirəsi idi apellyasiya məhkəməsində və həmin dövrdə siyasi böhran başladı, hansı ki, bu gün də davam edir. Ölkədən Rus qanunu gətirdilər və ondan sonra apellyasiya məhkəməsi tərəfindən bizimlə əlaqə saxlanılmayıb, nə də bu müzakirə gündəmə qoyulmur. Yəni məhkəmənin də yanaşması heç bir belə deyək, qayğıkeşlik və yaxud ləyaqətsiz yanaşırdılar ki, bu prosesi heç aparmaq istəmirdilər. 2023-cü ilin sonunda isə artıq Ayhan və bir neçə hüquqşünas belə deyək, müzakirə edərkən düşündülər ki, daha yaxşı olar ki, bunu həm də Konstitusiya məhkəməsinə aparaq, birbaşa dövləti və eləcə də qanunu parlamentin bu məsələyə etinasızlığını Konstitusiya... Yox, ümumiyyətlə qanun çərçivəsi hal-hazırda hansında ki, 64-cü maddə və 65-ci maddə və dövlət bizə deyir ki, siz 65-ci maddə ilə gedə bilərsiniz, tarix soyadlarının bərpası haqqını istifadə edərək və eləcə də 64-cü maddədə var xüsusi, belə deyək, alt maddələr, harda ki, soyad dəyişmək məsələləri var Gürcüstanda, amma orada heç biri bizim etnik Azərbaycanlıların belə deyək vəziyyətinə uyğun deyil və ona görə də alınmır. Biz məhz bu qanunlara şikayət etdik ki, biz bu qanunlarla bunu edə bilmirik. Ona görə də yeni bir qanun yaranasıdır və bizim vəziyyətimiz nəzərə alınasıdır dövlət qanunlarında və eləcə də qanunverici orqanlar bunu nəzərə almayıb. Konstitusiya məhkəməsi sırf bunu nəzərdə tuturdu ki, artıq Konstitusiya məhkəməsi baş verdi. Bir ilə yaxındır ki, biz bunu gözləyirdik. Keçək, biraz Ayhan məlumat versin Konstitusiya məhkəməsindən bağlı, həm də sahəsinə uyğun hüquqşünas olduğu üçün. Ümumiyyətlə, artıq müraciət etdiniz Konstitusiya məhkəməsinə və məhkəmədən sizə vaxt təyin olundu məsələnin müzakirəyə qoyulacağı bir vaxt. 2 gün bundan öncə səhv etmirəmsə proses getdi, deyilmi? Nə cür başladı proses və nələr müşahidə olundu? Bir əvvəlcə məlumat verərəm. İlk növbədə öz növbəmdə mən də izləyicilərinizi salamlayıram. Gürcüstan Konstitusiya məhkəməsində soyadıma qaytar prosesinin başlama tarixi daha əvvəldir. Çünki Gürcüstan Konstitusiya məhkəməsində proseslər nisbətən biraz daha gec təyin olunur. Və təxminən artıq 1 ildən artıqdır ki, bu şikayət ərizəsi hazırlanmışdı. Gürcüstan Azadlıq Universitetinin tələbələri və onun belə deyim lektoru tərəfindən belə deyim dəstək verilirdi bu prosesə hüquqi olaraq və onlarla əməkdaşlıq edirdik biz bu prosesdə və bu mövzu ilə bağlı bir konstitusional şikayət ərizəsi hazırlandı. Həmin universitetin tələbələrinin və lektorlarının iştirakı və belə deyim onların dəstəyi ilə və biz mülki aktlar haqqında Gürcüstan qanununun 64-cü maddəsinin normativ məzmununun qeyri-konstitusional olaraq tanınmasını tələb edirdik. Bu maddədə soyadının belə deyim bir vətəndaşın soyadını hansı hallarda dəyişdirə biləcəyi qeyd olunur. Və bu tələblər belə deyim ümumidir və eyni zamanda tamdır. Yəni heç bir başqa yanaşma belə deyim ehtimalı qoymur sənin üçün. Çünki məsəl üçün bu hallardan başqa bir hallarda sən müraciət edib soyadını dəyişdirə bilərsən. Tutaq ki, deyir ki, A, B, C hallarda sən müraciət edə bilərsən. Ancaq sən bu A, B və C hallardan heç birinə uyğun deyilsənsə, artıq 64-cü maddəni sən istifadə edə bilmirsən. Və biz bu normativ məzmununun qeyri-konstitusional olmasını belə deyim tanınmasını tələb edirdik ki,
bu hallardan başqa hallar olduğu təqdirdə, hansı ki bizim halımızda bu soyadımı qaytar mövzusu ilə bağlı, bu təqdirdə bizim hüquqlarımız tapdalanır və bunu Gürcüstan Konstitusiya Məhkəməsi qeyri-konstitusional olaraq tanımalıdır və o normativ məzmununu qeyri-konstitusional tanımalıdır ki, bizim halımızda necə ki biz tələb edirik soyadımızın qaytarılmasını, bu təqdirdə bizim müraciət etmə imkanımız yaradılsın. Və Gürcüstan Konstitusiya Məhkəməsi 4-5 iyun tarixlərində artıq belə deyim məzmuni olaraq baxış prosesi keçirdi bu mövzuya. Birinci gün bizim belə deyim tərəfindən dəvət olunan tarixçi dinlənildi və ikinci gün artıq onlar tərəfindən dəvət olunmuş ekspertlər də dinlənildi. Gürcüstan parlamentinin pozisiyası bu mövzu ilə bağlı o idi ki, ümumiyyətlə Gürcüstan Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarla bağlı dövlətin heç bir müdaxiləsi yoxdur. Ona görə ortada Gürcüstan Konstitusiya Məhkəməsi tərəfindən qeyri-konstitusional olaraq təyin olması bir normativ məzmun da yoxdur. Pozisiyaları buydu və onların arqumenti ondan ibarət idi ki, mülki aktlar haqqında qanunun 65-ci maddəsi, hansı ki tarixi soyadların bərpa edilməsi maddəsidir. Siz bu maddəni ilə də istifadə edərək siz tarixi soyadlarınızı geri qaytara bilərsiniz deyirdi. Və bizim təbii ki bu mövzu ilə bağlı yanaşmamız ondan ibarət idi ki, bu maddə bizim problemimizə birbaşa cavab vermir. Çünki bu maddənin məzmunu tamam fərqlidir və ümumiyyətlə başqa bir şeyi nəzərdə tutur. O maddə deyir ki, yəni öz-özlüyündə o maddəni düzgün oxumaq çox önəmlidir. Maddə deyir ki, tarixi soyadların bərpası və bərpadan artıq söhbət gedirsə, bu o deməkdir ki, sənin bir tarixi soyadın olmalıdır və sən bunu sübut etməlisən ki, bu tarixi soyad sənin tarixi soyadındır və eyni zamanda bununla bağlı dəlillərin olmalıdır. Və bu dəlillərdən əlavə olaraq artıq akademik statiyalar ola bilər, araşdırmalar ola bilər, hansı ki əsas olaraq göstərə bilərsən. Ancaq sadə vətəndaşın etməyi çox çətin məsələdir. Təbii ki, ümumiyyətlə çox böyük dəlil öhdəliyindən bağlıdır, eyni zamanda çox böyük xərclərlə bağlıdır bu tipli proseslərin aparılması və ən önəmlisi individual prosesdir. Yəni mən tutaq ki, soyadımı dəyişdirmək üçün bu prosesi başlayıramsa, bunun üçün ən yaxşı ehtimalda ali məhkəməyə qədər bu prosesi aparmalıyam ki, hər ehtimalda ya qələbə qazanım, ya məğlub olum və bu artıq belə deyim, masştablı bir proses deyil və problemin kökündən həll yolu deyil. Və öz-özlüyündə Gürcüstan parlamentinin bu yanaşması çox primitiv yanaşma idi öz-özlüyündə. Bu 65-ci maddə ümumiyyətlə bu problemin həlli olsaydı, dövrün parlamenti belə deyim, yeni qanun layihəsi ilə bizim qanun layihəsinə cavab olaraq yeni bir qanun layihəsi götürməzdi və biz arqument olaraq deyərdik ki, 65-ci maddə var elə də siz bunu istifadə edə bilərsiniz. Gürcüstan parlamenti özü niyə yeni qanun yazdı bu mövzu ilə bağlı, yoxmu? Bu da qeyri-məntiqi yanaşmadır parlament tərəfindən və bir də ki, orada bir önəmli mövzu da ondan ibarət idi ki, tarixi soyadlarının dəyişdirilməsi kontekstində təsdiq etsək də ki, bizim tarixi soyadımız başqa idi, bu artıq mənim soyadımı ümumiyyətlə dəyişdirilməsi ilə tamamlana bilərdi. Məsəl üçün, mənim tutaq ki, ev narahat edirsə və kökü, məsəl üçün, Həsən olam, yoxmu bu dəqiqə ofisial olaraq? Mənim üçün sadəcə problemlidirsə də, Həsən problemsizdirsə də və tarixi soyadım ola bilər ki, Cəfərli olsun, yoxmu? Və ya başqa hər hansısa bir soyad. Mən artıq tarixi soyadımı təsdiq etdikdə ki, mənim tarixi soyadım Cəfərlidir, mən məcburam ki, soyadın kökünü də dəyişim və artıq Həsənli və ya Həsən yox, Cəfərli olum. Bu da artıq öz-özlüyündə nəyə gedib çıxır? Başqa hüquq və azadlıqların məhdudlaşdırılmasına. Yəni, dövlət bir problemi həll etmək yolu olaraq bizə göstərir ki, sən bu formada problemini həll edə bilərsən, ancaq eyni zamanda belə bir reallıq yaranır ki, mən yenə istəmədiyim bir soyadı daşımaq məcburiyyətində qalma təhlükəsi. Eyni zamanda burada imtiyaz məsələsi də vardı. Yəni, mən soyadımı dəyişəndə və sonluğunu dəyişəndə burada mənim sənədlərim var, misal sürücülük vəsiqəmdir, nə bilim mən nə. Bunlarda artıq mən problem yaşamamalıyam. Bunun üçün dövlət də bir imtiyaz etməlidir də. Bu siz təklif etdiyiniz qanunda yəqin ki, bunlar qeyd olunubdur, elə deyilmi? Çünki bəzi insanlar var, sual verirlər, deyir ki, mən soyadımı dəyişsəm, onda təzədən imtahan mı verməliyəm, təzədən sürücülük vəsiqəsi və s. sənədlər mi almalıyam? Çox sağ olun, bu sual üçün çox önəmli sualdır. Biz də tez-tez qarşılaşırıq, maksimum səviyyədə çalışırıq ki, bu problemi izah edək ictimaiyyət, çünki bundan bağlı hər hansı bir qaranlıq mövzu qalmasın. Soyadımı qaytar kampaniya
kompaniyası başdan sona belə deyim könüllüyə dayanan bir prosesdir. Yəni bizim tələbimiz bu soyadlarının hər kəs üçün məcburi şəkildə dəyişdirilməsi deyil. Biz tələb edirik ki, istəyənlər üçün hüquqi proseduralar təyin olunsun və istəyənlər üçün kommentarlarda görürəm yazırlar ki, mən dəyişmirəm, mən istəmirəm. Altına elə bilirlər ki, qoymurlar durduğumuz yerdə duraq. Elə bilirlər ki, yəni məcburi dəyişəcək. Yəni qanun qüvvəyə minsə. Bəli, xeyr. Yəni heç vaxt məcburi olaraq heç kimin soyadını dəyişdirə bilməzlər. Bu öz-özlüyündə belə deyim insanın hüquq və azadlıqlarının tapdalanması olardı. Bizim tələbimiz bizim haqqımız olan qanunvericiliyin yaradılmasıdır. Yəni məsəl üçün mən dəyişmək istəyirəmsə, buna imkanım yoxsa da bu mənim hüquqlarımı tapdalayır. Ancaq bu o demək deyil ki, B soyadını dəyişmək istəmirsə, məcburi olaraq mən soyadımı dəyişməyim üçün B də dəyişməlidir. Xeyr, sadəcə bizim tələbimiz ondan ibarətdir ki, biz istəyirik qanunvericilikdə bunu tələb edən, istəyən şəxslər üçün imkan yaradılsın. Və Gürcüstan Konstitusiya Məhkəməsinə gedən proses onu göstərdi ki, ən önəmli məqam bundan ibarətdir. Hakimlərin hamısı hansı ki prosesə baxırdılar, problemi məzmuni olaraq düzgün başa düşdülər. Bu çox önəmlidir. Problemin düzgün baxılması şəkli və problemi düzgün başa düşmək artıq bu problemin həll olunmasının demək olar ki, yarısıdır. Və ən böyük narahatçılıq bu proses Konstitusiya Məhkəməsindən getdiyi zaman hakimlərin bu mövzuya necə yanaşacaqları ilə bağlı idi və onlar problemi səhv gördükləri təqdirdə ümumiyyətlə başqa hüquqi yanaşma perspektivi seçə bilərdilər. Və biz artıq müzakirə əsasında gördük ki, hakimlər bu tarixi soyadların bərpası mövzusunun və soyadımı qaytar mövzusunun bir-birindən necə ki eyni zamanda məzmuni olaraq bağlı, amma eyni zamanda fərqli proseslər olduğunu başa düşdülər. Bu çox önəmli idi və eyni zamanda bu 65-ci maddənin bizim yaramızı sağaltmaq üçün əsas olmadığını gördülər. Təbii ki, nə qərar səsləndirdilərmi yoxsa? Təbii ki, bunu hakimlər birbaşa bunu səsləndirə bilməzlər, çünki onların pozisiyasını qabaqcadan belə deyim bildirmək olaraq interpretasiya oluna bilərdi bu mövzu. Ancaq problemi izah etdiyi, məsələn bizim təmsilçilərimiz problemi izah etdiyi zaman onların artıq problemlə bağlı özlərinin başa düşmə formasını və bunu təkrar edərkən interpretasiya etməsi bizə onu göstərdirdi ki, onlar problemin məzmunu nədən ibarət olduğunu başa düşdülər və sonda biz artıq şikayət tələbimizi də belə deyim eyni zamanda yenidən formalaşdırdıq və gedən prosesin məzmununa uyğunlaşdırdıq və eyni zamanda tarixçinin verdiyi informasiyalardan irəli gələrək formalaşdırdıq belə deyim bu tələbi və bizim belə deyim milli kimliyimizdən, bizim eyni zamanda tariximizdən, eyni zamanda adət-ənənəmizdən, eyni zamanda şəxsiyyətimizlə bağlaşdıra bilmədiyimiz rus sonluqlarının dəyişdirilməsinə mane olan normativ aktın qeyri-konstitusional olaraq tələb olunmasını tələb etdik. Orada heç üzr istəyirəm, səsləndirdinizmi ki, baxın sizin soyadlarınız necə şivilidir və s. Yəni bunu siz özünüz müşahidə edirsiniz. Yəni şükür olsun belə deyək ki, sizdə bu baş verməyib da. Yəni sizin tarixi belə deyək soyadlarınızı dəyişməyiblər. Öz yerində qalıbdır, amma təəssüflər olsun ki, tək düzdür bizə buradakı Azərbaycanlara aid, türklərə aid deyil, dünyanın hər bir yerində yaşayan Qazaxdır, Qırğızdır, Özbəkdir, bu hamıda baş veribdir, xüsusən türklərdə. Bizim şikayət ərizəmizin mühüm bir hissəsi eyni zamanda tarixi faktlara dayanırdı və tarixçinin ekspert olaraq dəvət olunması da bu nöqteyi nəzərdən irəli gəlirdi. Tarixçi artıq İraqli Kvadagiyani buradan efir vasitəsində onda xüsusi təşəkkürlərimi bildirirəm. Bütün tarixi prosesləri izah etdi. Bu nə vaxt başladı, necə başladı, nə formada dəyişdirildi və eyni zamanda bizim axtardığımız təqdirdə niyə ola bilər ki, konkret hallarda heç bir əsas tapa bilməyək, heç bir sənəd tapa bilməyək bu dəyişdirilməsi ilə bağlı və bu prosesin ümumiyyətlə niyə beynəlxalq və dünya səviyyəsində artıq tanınan və dəlil öhdəliyinə ehtiyac olmayan və bunun fakt kimi qəbul olunmalı olan bir proses olduğunu isbat elədi eyni zamanda və biz şikayət ərizəsində başqa ölkələrin, Estoniyanın, Tacikistanın,
Eyni zamanda Azərbaycanda da bu proses bildiyiniz kimi getmişdi illər əvvəl. Başqa dövlətlərin belə deyim təcrübələrini də qeyd etmişdik ki, bu problem sadəcə Gürcüstanın yarası deyil. Bu rus sonluqlarından azad edilməsi prosesi, eyni zamanda başqa dövlətlər var idi, hansı ki belə deyim SSR-nin tərkibində idilər. Bu ruslaşdırma prosesi onlara da təsir etmişdi və bu problem həmin dövlətlərdə də var və o dövlətlərdə bu problemlə, yəni Estoniya, Tacikistan və s. onlar bu problemin aradan qaldırılması üçün hüquqi zəmin yaratdılar və Gürcüstan istisnadır bu zəmini yaratmır və ona görə bizim tələbimiz də eyni zamanda belə deyim oxşar nöqteyi nəzərdən irəli gəlir. Aydındır. Bəy, istəyirəm, yəqin ki, hakimlərin orada parlament nümayəndələrinə bir sualları da olardı bununla bağlı. Parlament nümayəndələrinin yəni sual nədən ibarət oldu? Elə bir suallar oldu mu və onların cavabı necə oldu? Qısa bir... Ümumiyyətlə, parlament nümayəndələri, bir də nazirlik, Ədliyyə Nazirlik nümayəndələri, onların hər ikisi 65-ci maddədən tutturmuşdu. Baxmayaraq ki, 2 gün ərzində biz dedik ki, bu 65-ci maddə məhduddur və bizlə heç bir əlaqəsi yoxdur. Onlar yenə onu təkrarlayırdı. Parlament nümayəndələrinə də sual verildi hakimlər tərəfindən ki, əgər 65-ci maddə bu məsələyi həll edirsə, bəs onda niyə qanunverici orqan vaxtında dedi ki, biz özümüz təşəbbüs edəcəyik və qanunu təşəbbüs etdilər, qeyddən keçirdilər. Məsələn, müzakirələri başlamadı ki, bu qanun təsdiqlənsin. Onun cavabları olmadı heç birinin. Çünki onlar məsələyi Ayhan da qeyd etdiyi kimi 65-ci maddə ilə aparmaq istəyir ki, Gürcüstan qanunvericiliyi bunu nəzərdə tutur, tarix və bərabərsi. Amma burada Azərbaycanların vəziyyəti nəzərdə alınmıyor. Eləcə də Gürcülərdə, misal üçün, kimlərdirsə dəyişdirilmişdi vaxtı ikən 20-ci əsrdə, 19-cu əsrin sonunda ovla sonlanan Gürcülər var idi. Onların tarixi soyadların bərpası çox asan şəkildə baş verir. Çünki o dəyişdirilmiş halı bir çoxsu ya dövlət vəzifəsində işləyirdi Rus çar dövründə və yaxud Sovet dövründə və onların haqqında hamısının mənbələri var, sənədləri var. Ona görə o insanların soyadları dəyişdi, sonunda Şvilici oldu və eləcə də məhkəmə prosesi ilə başlayandan sonuna qədər də dəfələrlə o misallar gətirildi ki, oğlu nədir, zadə nədir, lər nədir və s. ki, onlar daha yaxşı başa düşsün. Və hakimlər çox yaxşı bilir məsələyi. Onların dedikləri sözlərdən, onların həyat təcrübəsindən bu görünürdü ki, qəbul edirlər ki, belə bir böyük problem var və bu problem həll olunmalıdır. Sadəcə bu problemin axtarışında artıq parlament və nazirlik təəssüf ki, öz pozitiv rolunu göstərmirdi. Bunlar daha çox deyə bilərdi ki, Gürcüstanın bugünkü qanunverici bazası buna imkan yaratmır. Yəni, bu deməkdir ki, yeni bir qanun lazımdır bunun üçün. Unikal bir vəziyyət yaranacaq ki, dəyişsin. Bunlar daha çox qoruyurdu öz pozisiyalarını və 65-ci maddəyə yönləndirirdilər. Hansı nazirlikdən söhbət gedirdi? Ədliyyə Nazirliyi. Ədliyyə Nazirliyi də orada idi və parlament orada idi. Bu ikisi cavab verirdi. Ümumiyyətlə, indi hal-hazırda yekun olaraq Konstitusiya Məhkəməsi nə qərar verdi? Bununla bağlı bir məlumat verərdiniz. Yekun qərar hələ bəlli deyil. Sadəcə hər iki tərəfin fikirlərini dinləldi. Sonunda tələblər qoyuldu və qərar yəqin ki, maksimum 1 ilə ola bilər. 1 aya yenidən hər hansı bir müzakirə oluna bilərmi? Yoxsa sadəcə birbaşa qərar mı açıqlanacaq? Yəqin ki, olmayacaq hər hansı bir müzakirə. Birbaşa qərar açıqlanacaq. Çünki kifayət qədər sənədlər verilib, 2 gün müzakirə baş verib, sırf bu məsələyə aid. Əlavə də ki, hər hansı bir şey ehtiyac yoxdur. Yəni, sadəcə qərar nə olacağıyla bağlı heç kim bir şey deyə bilməz. Gözləntilər mümkün deyil də bu vəziyyətdə. Ümumiyyətlə, necə başa düşürsünüz? Konstitusiya Məhkəməsi bayaq Ayxan dedi ki, məsələni başa düşüb. Bu da məsələnin problemi yarısını keçmək deməkdir. Sizin təxmininiz necədir? Yəni, bu Konstitusiya Məhkəməsi də oradan da bu problemin xeyrinə, həll olunmasının xeyrinə qərar verə bilərmi? Yəni, şans nə qədərdir? Mən düşünürəm ki, əgər hər hansı bir siyasi müdaxilə olmasa, ki, Gürcüstanda indiki dövrdə siyasi böhrandan dolayı məhkəmə çox önəmli bir qoldur, dövlətin qoludur və bu məhkəmə qolu azad deyil Gürcüstanda, bunu bilirik. Bizim bu məziyyətdə Konstitusiya Məhkəməsinə qarşı bu sözü demək qərardan sonra mümkün olacaq. Nə qədər azaddır Konstitusiya Məhkəməsi və xüsusən də Azərbaycanlara qarşı. Bunu artıq qərardan sonra deyə biləcəyik.
ümid edirik ki, azaddır və həqiqətən də bəli. Ümidlər sonuncu Bəli. ona görə də qərarı gözləyək və gözdə, sözdə canlılar da var da, Konstitusiya Məhkəməsinin rəsmi YouTube kanalında hər biri bu məsələyə pozitiv yanaşırdı və deyirdi, bəli, bu tarixi bir faktdır, ədalət bərpa olunmalıdır, insanların imkanı olmalı ki, soyad sonluğunu dəyişsin və ruslaşdırılma belə də siyasətlə yox desin ki, öz milli kimliyindən yaşaya bilsin, bunun fərdi inkişafına və gələcəyinə təsir edir. Lakin qərar, dediyim kimi, yəni qərar eləməz məncə bizim üçün bir indikator olmalıdır ki, Gürcüstan məhkəməsi nə qədər azaddır. Bax, sırf bu keysdə biz bunu müzakirə edə bilərik, artıq qərar verilir. Ümumiyyətlə, hər bir dövlətin ali rəhbərliyi hər zaman qeyd edirlər ki, ölkəmizdə yaşayan etnik fərqli millətlər bizim zənginliyimizdir, bizim bəli. Bunun üçün də əlbəttə bu etnik azlıq insanların, mən əslində bu etnik azlıq söhbətini heç xoşum da gəlmir. Ölkədə yaşayan, belə deyək də, digər millətlərin nümayəndələri, belə deyək, bunların da həqiqətən haqları, eyni zamanda bizim də haqlarımız mütləq şəkildə qorunmalıdır və biz böyük bir şey istəmirik, böyük bir maliyyə istəmirik, böyük bir nəsə tələb eləmirik dövlətdən. Sadəcə, təbii sizin vasitənizdən sizə bir daha bunun üçün təşəkkür edirik. Böyük bir prosesdir, böyük bir zəhmətdir. Ola bilər, indi bir çox insanlar başa düşmürlər, daha doğrusu məsələnin kökünü başa düşmürlər, anlamırlar. Anlamaq istəyən insanlar dönsün, misal üçün Cənubi Qafqazda yaşayan ermənilərin soyadına baxsın, gürcülərin, həmvətənlərimizin soyadına baxsınlar, sonra da bir də öz soyadımıza baxsınlar ki, biz nə gündəyik. Yəni, həqiqətən çox bədbəxt bir talih yaşamışıq. İndi düzdür, bu məcburiyyətdən olubdur, yəni könüllü etməmişik bunu. Amma yəni, bayaq dediyimiz kimi, təkdə biz deyilik, digər türk dövlətləri, Özbək, Qazaq, Qırğız hamısını yəni bədbəxt bir vəziyyətə salıblar. Rus Sovet rejimi gətirilir ki, tariximizi yaxşı bilməliyik, təhsilimizi bilməliyik və s. və məhz elə insan tarixini biləndə, təhsil alanda, öyrənəndə baxır ki, burada böyük bir problem var. Bu insanın pasportunda, bu insanın çağırdıqları ətrafda problem var və məncə bizim millətdən kifayət qədər, yəni sırf misal üçün məhkəmə getməsi ola bilər, amma hər bir müəllim, məktəb müəllimi xüsusən bunu kənddə bu mövzuları müzakirə qoymalıdır ki, bizim kimliyimiz işğal altındadır, 100 ilə yaxındır və biz əgər öz inkişafımızı və öz milli kimliyimizi həqiqətən də qoruyan bir icma bir millət isə bundan başlaya bilərik yavaş-yavaş. Biz bu proseslə bağlı ona görə xüsusi olaraq qeyd edirdik ki, bu gedişata və Konstitusiya Məhkəməsində bu müzakirəyə sadəcə tipik hüquqi bir proses olaraq baxmaq və ya belə deyim, sıradan bir hüquqi konstitusional case kimi baxmaq eyni zamanda yanlışdır. Bizim üçün, məsəl üçün, prosesin gedişatı da xüsusi əhəmiyyət daşıyırdı. Bu mövzunun Gürcüstanda artıq təhsil müəssisələrində, ali təhsil müəssisələrində, universitetlərində hüquqi case kimi müzakirə olunması, universitetin belə bir təşəbbüs irəli sürməsi və bu mövzu ilə bağlı vətəndaş cəmi dərsliyində də bir dərsdir bu məsələ. Və eyni zamanda Konstitusiya Məhkəməsində Gürcüstanda yaşayan etnik azlıqların ilk dəfə bu səviyyədə, bu masштабda bir mövzusu Konstitusiya Məhkəməsinə daşınır və bu səviyyədə müzakirə olunur və eyni zamanda Gürcüstan Konstitusiya Məhkəməsi xüsusilə o belə deyim xüsusiyyəti var ki, ümumi məhkəmə sistemindən fərqli olaraq hakimlər ümumiyyətlə prosesdə və qərar vermə prosesinə elə bir arqument daşıya bilərlər, elə bir prizma daşıya bilərlər. Ola bilər ki, heç bir tərəf ümumiyyətlə bu mövzuya toxunmur və Konstitusiya Məhkəməsinin xüsusiyyəti və negativ qanunvericilik rolu elə bundan irəli gəlir. Gürcüstanda yeganə orqan da hansı ki, parlament tərəfindən verilən qanunu ləğv etmə qüvvəsinə sahibdir və Konstitusiya Məhkəməsi ona görə xüsusi orqandır və mövzuya düzgün baxması çox önəmlidir. Biz ona görə qeyd edirdik ki, bu sadəcə hüquqi bir proses deyil, bu tarixin bərpa olunmasının prosesidir, ölkənin Sovet, Rus belə deyim, işğalından azad edilməsi prosesidir. Bu sadəcə Gürcüstanda yaşayan etnik Azərbaycanlıların deyil, bütün Gürcüstanın prosesidir, bütün Gürcüstanı narahat edən mövzudur. Eyni zamanda bizim üçün tarixi prosesdir. Gürcüstanın vətəndaşının soyadını işğal edir də, yəni
Eyni zamanda bu prosesin bu formada getməsi və bu mövzunun bu formada müzakirə olunması ilk pressedentdir Gürcüstan tarixində bu formada və bütün bunların hamısı ümumilikdə artıq prosesin nə qədər önəmli olduğunu və bu gedişatın nə qədər mühüm olduğunu göstərir. Və bizim təbii ki, gözləntimiz bu mövzu ilə bağlı Rabil də qeyd etdi. Hər hansı bir müdaxilə olmadığı təqdirdə bu mövzuda qərar verilə biləcək sadəcə yeganə doğru qərar var. Və biz Konstitusiya Məhkəməsindən təbii ki, o qərarı verəcəyini gözləyirik. Təbii ki, nə qədər verər və nə qədər müdaxilə olar Rabilin dediyi kimi bunu bilmirik. Hər ehtimalda bizim üçün də belə deyim, maraqlı prosesdir və gözləyirik verəcəyi qərarı. Nə qədər vaxt, bir ayam verəcəklər, bir ilən verəcəklər, onu təbii ki, bu dəqiqə bilmirik. Ancaq səbirsizliklə gözləyirik. Qanunvericilikdə varmı bir müddət ki, bu müddət ərzində cavab verməlidirlər? Yoxsa azaddılarmı cavab verməlidir? Yox, məsələn, praktika göstərir ki, elə belə deyim, hüquqi кейslər var, hansı ki, üzərindən 6 il keçib, hətta o mövzu ilə bağlı qərar verilməyib. Hakimlər artıq bu mövzunu dinlədikdən sonra onlar hamısı eyni zamanda individual olaraq və eyni zamanda birlikdə düşünürlər, müzakirə edirlər dəfələrlə bu mövzunu. Çünki bu tipik, məsəl üçün, bir torpaq davası deyil, ya A-ya versin, ya B-yə. Burada artıq Konstitusiya Məhkəməsi parlament tərəfindən təyin olunmuş bir hüquqi prosesin, bir qanunun və ya bir normativ məzmunun qeyri-konstitusional tanınması prosesidir. Yəni bir növ Konstitusiya Məhkəməsinin hakimləri deyir ki, siz vətəndaşlar qarşısında səhvsiniz və sizin təyin etdiyiniz hüquqi proses və qəbul etdiyiniz qanun bu vətəndaşların tələblərini və haqqlarını tapdalayır və sən bunu dəyişməlisən. Və ona görə bu xüsusilə Əslində səhvsiniz də düz çıxmır. Yəni sadəcə olaraq o dövrdə qəbul olunan belə deyək də qanun ola bilsin ki, bu məsələləri nəzərə almayıb. Yəni bu qədərinə getməyiblər və ümumi olaraq bir qanun formalaşdırılıb. İndi ola bilər ki, yəni Konstitusiya Məhkəməsi qərar çıxardığında deməyəcək sənsə deyə orada bu düzəliş edilə bilər ki, vətəndaşın hüquqları tapdalanmasın. O səmimiyyətə biz inanardıq, məsəl üçün Salam platforması olaraq nə vaxt ki biz bu kampaniyanı başladığımız vaxt və kənd hansı ki səhər saat 6-da dururduq, gecə saat 2-yə qədər imza toplayırdıq və 4 saat yuxu ilə başqa bir kəndə keçirdik. Orada məsəl üçün biz bu prosesi başlayanda parlament desəydi ki, biz problemi gördük artıq və bunu həll etmək üçün sizinlə birlikdə nə lazımdır edərik. Biz məsəl üçün o səmimiyyətə bəlkə də inanardıq, deyərdik ki, dövlət vaxtında nələrsə nəzərə alınmamış ola bilər. Ancaq bizim artıq bu gün 5 illik proses nəticəsində bu mövzunu Konstitusiya Məhkəməsinə qədər aparma ehtiyacımız varsa da və belə bir tarixi prosesi aparma belə deyim, məcburiyyəti qarşısında qalırıqsa, biz artıq heç bir halda onların səmimiyyətini yana bilmərik. Ümumiyyətlə bizim millət vəkillər, Azərbaycanlı millət vəkillər, hansı ki bu gün elə bir Zaur Darğallı, o əslində Rus soyadından çıxmış hesab olunur, elə deyilmi? Amma Savalan bəydə qalır həmən soyad. Onların hər hansı bir dəstəyi və ya bir dəstək olmasa belə ən azından bir maraqlanma kimi belə bir baş verdimi nəsə? Mən buradan efir vasitəsilə bir sual verim. İzlədiyi təqdirdə özü cavab verə bilər təbii ki. Bu sualla bağlı Salam platforması imza kampaniyasını apardığı zaman özü imza atmışdı bizim təşəbbüsə imza vərəqinə. Bu sualı cavablandırsın. Məncə bu sualın cavabı öz-özlüyündə kifayətdir. Sizin verdiyiniz suala cavab üçün ki, bizim bu təşəbbüsə özü imza atmışdım vaxtı. Yəqin ki, atmayıb. Elə başa düşdük və heç biri də belə deyək, sizlə maraqlanmadılar bu proseslə və ya elə bir məsələ olmadı. Konstitusiya Məhkəməsi prosesi dövründə. İstər o dövr, istər parlamentə təqdim olunan dövrdə. Parlamentə təqdim olunan dövrdə orada prosedur komitəsində bizim ərizələr müzakirə olunanda Savalan Mirzoyev orada idi. Zaur Darğallı deyəsən orada idi, səhv etmirəmsə. Və müzakirə olanda ki, belə bir problem var, bizim ərizə nəticəsində ki, bunu qeyddən keçirsinlər və icazə versinlər imza toplamağa. Orada Savalan bəy qeyd edir ki, bəli, belə bir icma maraqlanır. Digərləri də dedi ki, eşitmişik bu məsələyi. Orada olan bütün deputatlar, belə deyək, o vaxt 2024 ki, əksəriyyətində deputatdır. Hamısı dedi ki, bəli, bu məsələ icmayı narahat eləyir. Belə bir məsələ var. Amma icraatda sonra hansı ki, millət vəkili, deputat dediyimiz status parlamentdə fəaliyyət göstərmək, o demək ki, qanunvericilik etmək, qanun yaratmaq
və s. Elə bir şey yoxdur yəni. Və yaxud mən düşünürəm ki, əgər hansısa bir millət vəkili, Azərbaycanlı, icmadan olan millət vəkili bu məsələyə dəstək versə, parlamentdə bunu müzakirəyə qoyar, parlamentdə bunu çıxış edər, komitədə çıxış etdirər, özü qanun təşəbbüs edər. Yəni bu məsələyə vaxt ayırar. Bizdə də ümumiyyətlə ömür boyu səssiz deputatlarla yaşamışıq və ildə bir dəfə, iki dəfə kimsə nəsə deyir, amma bizim problemlər o qədər böyükdür ki, gündə 5 dəfə çıxış eləsə yetməyəcək yəni. Ona görə gözləntilər daha, məsəl üçün, gözlənti kontekstində təbii ki, bizim bu prosesi başladığımız zaman heç bir millət vəkilindən bir gözləntimiz yox idi ki, bizə təbii ki, bu prosesdə dəstək olsunlar və s. Ancaq necə ki, etnik Azərbaycan icmasını təmsil edən millət vəkili olaraq onların özü təşəbbüs göstərməli idi bu proseslə bağlı, bu prosesə dəstək olmaq kontekstində və əllərindən gələn hər bir şeyi etməli idilər. Mən də onu deyirəm ki, ən azından görüş keçirməli idilər sizlə. Keçirməsə də olar. Parlamentdə bu işə aparsa, çünki yadımdan düşür, birinci dəfə parlament bu məsələyi sahə görüşünə keçirəndə, Bolnisdə görüş keçirəndə bizə heç bildirməmişlər. Biz ən gec bizə bildirdilər. Elə bir görüş 2 saat qalmış bildirdilər və görüşə biz getdik ki, görüşdə 100 nəfər var. Hər kəs oradadır. Hətta mövzuya qarşı olan insanların hamısı oradadır. Başqa cəmiyyət nümayəndələri, qeydlər, bələdiyyə nümayəndələri hamısı oradadır. Bir çoxsu insanların bu mövzuya qarşı idi, həmin orada olan insanların. Və bizə ən son gec bildik və bizə başqa adamları bildirdi Tiflisdən. O artıq yanaşmayı göstərdi. Yəni ümumiyyətlə 2023-cü ildə sonra ki, Rus qanunu ortaya çıxdı və ölkədə siyasi böhran olaraq yaşayırıq. Görünür ki, bunlar ancaq, istər Azərbaycan deputatlar, istər Gürcü deputatlar fərqi yoxdur, ancaq və ancaq öz partiyalarının maraqlarından dövləti idarə edirlər və ona görə də bütün dövlət institutlarını bugün işğal edirlər. Onların özləri də bugün dövləti işğal edir. Çünki digər qruplarla, digər aktorlarla, partiyalarla müzakirə yaratılmaq və ölkəyi bilə-bilə böhrana aparmaq, bu artıq təbii ki, Azərbaycanların yox, Gürcüstanın heç bir məsələsi, problemi həll olunan deyil bu proseslərdə də. Ancaq və ancaq öz maraqlarını, öz gündəmini güdürlər. Dünən bir parlament üzvü çıxıb deyir ki, sosial şəbəkələrdə yazılan hər bir sözü biz kontrol edəcəyik. Yəni buna qanun ayırır, amma insanların tarixi soyadlarının bərpasına vaxt ayırmayan bir hakimiyyətlə biz hər hansı bir dəyişiklik gözləyə bilmirik də. Yəni mənası yoxdur ki, bu işləyəsən. Düzdür, orada bizim hakim prosesdə Konstitusiya Məhkəməsində deyirdi ki, siz parlamentlə görüşdünüzmü bundan sonra və ümumiyyətlə parlamentlə davam etdinizmi? Niyə bu il davam etmirsiniz? Artıq orada təbii ki, bizim vəkil cavab verdi ki, 2023-cü ildən bəri parlament ümumiyyətlə heç kimlə görüş yoxdur. Parlament deyir ki, ümumiyyətlə bu insanlar olmamalıdır. Bizim verdiyimiz sualı hakim də verib ki, sizinlə görüş keçirdilər. Hətta Bolnis muzeyində ikinci görüşdə olmuşdu, hansı ki biz iştirak etməmişdik, dəvət etməmişdilər. Orada ümumiyyətlə qapalı bir qrup idi. Bu görüşdən sonra bizim belə deyim, bu mövzu ilə bağlı, soyadımı qaytar mövzusu ilə bağlı mənim yadımdadır. Tam məzmunu, belə deyim, sözün açıq yadımda deyil, nə formada yazılmışdı. Ancaq belə bir şey qeyd olunmuşdu ki, Zaur bəy paylaşmışdı öz səhifəsi vasitəsilə ki, bu soyadlar mövzusu ilə bağlı qanun projekti, hansı ki, Kürdistan tarixində ilkdir və bir presedentdir. Hansı ki, ilk deyildi. Yəni, o qanun layihəsi bizim apardığımız prosesin nəticəsi idi və ona cavab olaraq hazırlanmış bir qanun layihəsi idi və orada elə bir şey qeyd edirsənsə ki, bu bir belə deyim presedentdir və bu bir bunda ilkdir belə bir şey. O deməkdir ki, artıq bura qədər aparılan o qədər insanın tək burada təbii ki, mənim Rabilin zəhmətindən və Salam platformasından söhbət getmir. 120-yə yaxın gəncdən söhbət gedir. 27 min təşəbbüs vermiş insandan söhbət gedir. 200 minə yaxın bu mövzunu dinləmiş vətəndaşdan söhbət gedir. Bu deməkdir ki, bütün onların təşəbbüsünü göstərə edirsən, artıq o kölgə altına salırsan. Təəssüf ki, ümumiyyətlə biz həmişə mən şəxsən özüm o şeyin əleyhinə olmuşam ki, bir toplumumuz, bir icma üzvlərimiz hər hansı bir iş görürsə və sonra o işin öz cəmiyyətə xeyirli bir iş görürsə, onu kimsə öz adına çıxmaq, onu kölgə altına salmaq çox böyük haqsızlıqdır. Zaten bu həqiqətən də belədir. Elə ona görə də mən hər zaman çalışmışam ki, mediamız vasitəsilə bu məsələni gündəmə gətirəndə orada bir xatırlatma verək ki, filan ildə Salam platforması bu mövzunu qaldırıb, bu qədər bu iş görülüb, bu iş görülüb. Çünki bu həqiqətən sizin böyük zəhmətiniz, yəni bayaq dedik ki, bu qədər imzanı toplamaq, bu qədər kənd, şəhər, rayon gəzmək elə bir asan məsələ deyil.
Mən sizə bir daha təşəkkür edirəm. Bu işdə bir daha yenə uğurlar arzulayırıq. Siz icmamız üçün, xalqımız üçün, millətimiz üçün çalışırsınız bu məsələdə. Ona görə də bizim də icma olaraq, cəmiyyət olaraq əlimizdən nə dəstək gəlirsə etmək borcumuzdur. Son olaraq nəsə qeyd etmək istəyirsinizsə buyurun. Son olaraq ən əsas sualı sadəcə istəyirəm təkrar belə deyim, bir dəfə qayıdaq və qeyd eləyək ki, bu proses tamamilə könüllüdür və biz bu prosesdə, bu mübarizədə qələbə qazandığımız vaxt heç kim məcburi olaraq soyadını dəyişmək məcburiyyətində deyil. Sadəcə istəyən şəxslər üçün belə bir hüquqi mexanizmin, belə bir haqqın olması üçün mübarizə aparırıq. Ona görə məcburi olaraq heç kimin soyadını dəyişə bilməz. Və dəyişəndə də o şəxslər düşünməsin ki, onlar bütün bayaq dediyi sürücülük vəsiqəsidir və s. bunu məcbur təzədən imtahan verin. Belə bir şey olmayacaq. Hamısı yavaş-yavaş. O da bir mexanizm dövlət asanlaşdırılmalıdır. Ümumiyyətlə mənim subyektiv fikrimdə ən ideal variant odur ki, dekolonizasiya və işğala qarşı aparılan siyasətdə dövlət bunu maliyyələşdirməlidir ki, hər bir Azərbaycanlı hansı ki deyəcək ki, mənim qardaş soyadımın sonu işğal altındadır və mən bunu bərpa etmək istəyirəm, yəni götürmək istəyirəm və milli kimliyimə uyğun avtentik sonluq istəyirəm. Dövlət bunu maliyyələşdirməlidir ki, bu insan rahat şəkildə sənədlərini dəyişə bilsin, ailə üzvlərinin sənədlərini dəyişdirə bilsin ki, insanlar yavaş-yavaş öz belə deyək, fərdi inkişafında tamam olsunlar. Çünki bu bir növ natamamlıq kompleksi yarada bilən bir şeydir. Son sözümdə də bizim icmaya demək istəyərdim ki, az öncə siz də vurğuladınız ki, bu dövlətdə bizim də haqlarımız qorunmalıdır, qanunlarımız olmalıdır. Bu dövləti biz birlikdə qururuq və bu dövlət nə təkcə gürcülərin deyil, nə təkcə Azərbaycanlıların deyil, nə ermənilərin, nə də digər millətlərin. Bu dövlət hər kəsin birlikdədir və hər birimiz burada vergi veririk, hər birimiz bu torpaqda işləyirik, gecə-gündüz və hər birimiz təbii ki, o məsuliyyəti daşıyırıq, bu ölkənin təhlükəsizliyini. Ona görə də bu dövlətdə, Gürcüstan dövlətliyində, müasir Gürcüstan tarixində hər bir yeni qanun, hər bir yeni siyasi təşəbbüs və proses bizə uyğun olmalıdır mütləq. Bu şərtdir. Başqa bir variantı yoxdur. Aydındır. Təşəkkür edirəm bir daha gəldiyiniz üçün. Əziz tamaşaçılarımız, bugünkü verilişimiz də burada yekunlaşır. Növbəti həftə sonu görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.